Sabahınız xeyir olsun. Çox sağ Nə olun. düşünürsünüz bu haqda? Bilirsiniz, Amerika Birləşmiş Ştatları İranı daxildən xüsusilə infrastrukturu dağılmaq, həmçinin liderləri aradan götürmək Bəli. istiqamətində təbii ki, bu plan müharibənin birinci mərhələsində həyata keçirildi. Xüsusilə İsrailin istəyi ilə. Hazırda Amerika Birləşmiş Ştatları İran liderlərini dəymir, daha çox infrastrukturu dağıdır, amma biz görürük ki, İsrail tərəfi konkret olaraq ABŞ-dan liderləri aradan götürülməsini tələb edir. Xüsusilə İslam İnqilab Şəhidləri Korpusu Sibahın komandan Əhməd Vahidi, Rəhim Səfəvi, ali rəhbərin müşaviridir, Rəhim Səfəvi və əsas söz sahiblərindən biridir və digərləri var ki, onlar konservativdirlər, kifayət qədər güclü fiqurdurlar, onlar siyasi hakimiyyət üzərində də demək olar ki, gücə malikdirlər. ABŞ və İran arasında memorandumun pozulmasında məhz bu sərt xətt tərəfdarlarının daha çox rolu olub. Mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları proseslərin gedişatına baxacaq. İndi bu İranla bağlı, İran liderlərinin aradan götürülməsi, İranın parçalanması, daxildən demək olar çökdürülməsi ilə bağlı İsrail və ABŞ arasında çox ciddi şəkildə fikir ayrılıqları var. Məhz xüsusilə ABŞ-ın vitse-prezidenti Vance bununla bağlı Binyamin Netanyahunu kəskin tənqid edir. Məhz bu məsələlərə görə Binyamin Netanyahunun gözlənilən ABŞ səfəri də təxirə salınıb. Yəni bu barədə ABŞ çalışır ki, İsraildə müharibəyə qoşmasın və Tehranla birbaşa özü razılaşmada maraqlı görünür. Ötən gün İran Xarici naziri Araqçının biz geniş müsahibəsini gördük və bu müsahibə təbii ki, rəsmi Tehran tərəfindən tamamilə razılaşdırılmış şəkildə yayımlandı. İran tərəfi konkret olaraq diplomatiyada maraqlıdırlar. Onlar yenidən ABŞ-a israrlı şəkildə müraciət edirlər ki, görüşək, danışaq. Çünki ABŞ-ın zərbələri həddindən artıq İranı daxildən zəiflədir, lojistik mərkəzlər. Baxın, İranın böyük limanı olan Bəndər Abbas şəhəri ilə demək olar ki, İranın bir çox mərkəzləri arasında əlaqə kəsilir. Amerika Birləşmiş Ştatları İranın böyük Sabahar limanı daxil olmaqla digər Hörmüz boğazı istiqamətində limanları darmadağın edir. Və bu da təbii ki, İranın narahatlığına əsas faktordur. Birinci, iqtisadiyyat sıradan çıxır, daxildə etirazların formalaşmasını gətirib çıxaracaq. İki istiqamətdə daxili etirazlar. Birinci, xalqın etirazı. Birinci xalqın etirazı təbii ki, ikinci isə hakimiyyət daxilində siyasi çəkişmə, xüsusilə prezident və onun administrasiyasının İslam İnqilabı Şəhidlər Korpusuna, Sibaha etirazı. Artıq Araqçının da çıxışına aydın oldu ki, hakimiyyət daxilində çox ciddi şəkildə fikir ayrılıqları var və bu fundamental böhrana gətirib çıxarır. Amerikanın da istədiyi budur, İran daxilində özləri bir-birinə problem yaratsınlar. Biz Prezident Məsud Pezeşkiyanın da çıxışlarına baxırıq, onun qeyd etdikləri görürük ki, o yəni siyasi hakimiyyət daha çox Amerika ilə dialoqda maraqlıdırlar. Artıq Qətərin vasitəsilə 10 maddədən ibarət təklif verilib Amerikaya yenidən görüşmək üçün Dohada və düşünürəm ki, tərəflər bir müddətdən sonra yenidən danışıqlar masasına gəlib çıxacaq. Təkliflər də nədir? 10 gün ərzində İran tamamilə Hörmüz boğazından gəmilərin keçidinə icazə verir, rüsum tutmur və atəşkəsdə qüvvəyə minir. Mən hesab edirəm ki, Vaşinqton İrana daha da çox, məsələn, bir neçə gün ərzində də daha çox zərbələr vurduqdan sonra İranı bir növ yeni şərtlərə məcbur etmək, kapitulyasiyada olmasa 50-70% kapitulyasiya müstəvisində İranı Amerikanın təklifləri ilə razılaşmaya məcbur edəcək. Çünki Amerikanın vurduğu zərbələr kifayət qədər İran üçün arzu olunan deyil. Çünki duzlaşdırma artıq zavodları vurulur. İranın artıq 100 mindən çox qəsəbəsi və rayonu əhalisi susuz qalıb. Təbii ki, İranda Küveyt və digər Körfəz ölkələrinə də qarşı zərbələr endirir. Üçüncüsü,
Amerika Birləşmiş Ştatları artıq ərzaq anbarlarını vurur. Yəni görürük ki, yeni dünya siyasi nizamında, yeni müharibələrdə qaydalar dəyişib. Birbaşa humanitar, qeyri-hərbi obyektlər vurulur. Bu qəbul olunmazdı. Burada görünür ki, Amerika Birləşmiş Ştatları İran daxilində bir növ etirazların formalaşmasını çalışır. Məhəmməd bəy, əvvəla təşəkkürlər ki, bu qədər geniş izahını verdiniz. Bu məsələ ilə bağlı bir sual da mənə maraqlıdır. İstəyirdim qısaca ona da cavab verəsiniz. Biz Rusiya-Ukrayna məsələsinə keçid alaq. Müçtəbə Xameneyinin hal-hazırda siyasətdə olması, o atasının siyasətini davam edə bilirmi? Xalqın ona münasibəti necədir? Ümumiyyətlə, xalq və Müçtəbə Xameneyinin arasında olan bax bu əməkdaşlıq, belə deyək, razılıq nə səviyyədədir? Bilirsiniz, Müstəcəb Xamenei, İran ali dini rəhbəri ortaya çıxmır. Demək olar ki, seçiləndən sonra fiziki şəkildə görsənmir. Mən düşünürəm ki... Bəlkə o fiqur da heç idarə eləyən o deyil. Təbii ki, İranı, İslam İnqilab Keşikçiləri Korpusunu Sepahın rəhbəri Əhməd Vahid idarə edir. Onun adına tamamilə onun adından bəyanatlar verilir. Və düşünürəm ki, sadəcə olaraq o bir növ İranda konsolidasiyanı saxlamaq üçün, daxili və xarici publikaya bir mesaj vermək üçün İranın siyasi elitası bütövdür və bu istiqamətdə onun adından verilir bu açıqlamalar. Mən düşünürəm ki, Müstəcəb Xamenei o fiziki cəhətdən də demək olar ki, yaralanıb, üzü və yaxud qolu, ayağı, mən düşünürəm ki, yəni tam bir sağlam deyil. Onun İranda olması da düşünürəm ki, sualdır. Ya o Çindədir, yaxud Rusiyadadır. Gizlədirlər ki, qorunmuş olsunlar. Qorunmuş, bir də müalicə alır. Aydındır. Mən düşünürəm ki, onun sağlamlıq imkanları ümumiyyətlə İranda siyasi hakimiyyəti idarə etməsi üçün əlverişlidir. Yox, əgər o sağlam olsaydı, normal fiziologiyası yaxşı olsaydı, çünki yaralanmışdı Amerikanın hücumu nəticəsində. İran Sepah onu konkret olaraq efirə çıxardardı. Heç olmasa videosunu yayardı, canlı yox, rolikdən verə bilərdi. Ya da suflör vasitəsilə çıxışlarını etdirərdi ki, ən azından xalq buna əmin olsun. Ona görə də mən hesab edirəm ki, Müstəcəb Xameneinin fizioloji olaraq heç düşünmə qabiliyyəti də yoxdur. Yaralanıb və onun adından sadəcə olaraq bəyanatlar verilir. Və bu da təbii ki, İran daxilində siyasi elita da bunu bilir. Baxın, Araqçı deyir ki, mən ali dini rəhbəri görməmişəm. İranın xarici siyasətinə cavabdeh olan şəxs, Amerika Birləşmiş Ştatları ilə danışıqları aparan şəxs Xameneini görmür, İran ali dini rəhbəri. Onda da suallar doğulur. Hanı bu? Aydındır. İstəyərdik Rusiya-Ukrayna məsələsinə keçək. Çünki keçən çıxışlarda belə baş verən hadisələrdə də görürük ki, Kiyev son hücumları, Kiyevə qarşı olan son hücumlar sanki əvvəlkilərdən daha güclü olub. Nə ilə fərqlənir? Bu haqda şərhinizi bilmək maraqlı olardı. Bilirsiniz, Rusiya rəhbərliyi tamamilə isterikadadır. Kiyevdə demək olar ki, ərzaq anbarlarını, dinc mülki insanları vurur. Ötən gün 40 ballistik raket atılıb bir şəhərə. Demək olar ki, xəstəxanalar, məktəblər hədəf alınır. Rusiya bunu nə edir? Bununla Ukraynanı işğal edə bilməyəcəklər. Bununla qərbə qarşı eksistensial müharibədə qalib gələ bilməyəcəklər. Rusiya-Ukrayna müharibəsi dalana dirənir. Cənab Prezident İlham Əliyev də qeyd etdi ki, artıq bu müharibə bitməlidir. Rusiya-Ukrayna müharibəsinin qalibi olmayacaq. Yəni, bu durdurulmalıdır. Ukrayna tərəfi də təbii ki, Moskvaya çox böyük zərbələr vurur. Yəni, qarşılıqlı olaraq Vildenberg böyük bir ticarət obyekti idi. Demək olar ki, Moskvada fövqəladə vəziyyət kimi bir hadisədir. Nəfəs almaq olmur. Ukrayna vurub dağıdıb oradakı bir sıra obyektləri və onun külü, tozu xərçəng xəstəliyi də yarada bilər. Rusiya neft emalı zavodları darmadağın edilir. Yəni, Rusiya tərəfi demək olar ki, Ukraynada irəliləyə də bilmir. Tamamilə strateji və taktiki dalana dirənib Ukraynada və havada müdafiə sistemi çöküb. Həmçinin Ukrayna Rusiya üzərində havada üstünlüyü də alıb. Yəni, belə olan təqdirdə Rusiya tərəfinin də çıxış yolu yoxdur. Sadəcə olaraq... Taktikasını dəyişir, yoxsa hücumun istiqamətini dəyişir? Hücumun istiqamətini dəyişir və bu da humanitar böhrana gətirib çıxara bilər. Beynəlxalq hüquq pozulur. Əvvəllər ümumiyyətlə humanitar obyektlər vurulmamalıdır. Buna müəyyən əməl olunurdu. Amma Rusiya tamamilə mülki obyektləri vurur və dediyim kimi Rusiya bu taktikanı da dəyişsə də
heç nəyə nail olmayacaq və əvəzində eyni necə Rusiya Ukraynanın mülki infrastrukturunu vurur, əvvəl Ukrayna vurmurdu, Rusiya bunu qalibiyyət kimi qəbul edirdi. Amma indi Ukrayna Rusiyanın istənilən obyektini, bütün infrastrukturu vurmağa qadirdir. Ona görə də hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi sentyabrda düşünürəm ki, müəyyən danışıqlar prosesi başlaya bilər. Türkiyə çox çalışır ki, tərəfləri bir araya gətirsin. Çünki görəsən Trump necə bunu qəbul edə biləcək ki, Erdoğan bunu bacardı, Hakan Fidanın vasitəçiliyi ilə, amma bunu Trump bacarmadı. Trump burada vasitəçi ola bilməz. Çünki Amerika Birləşmiş Ştatları vasitəçi deyil, tərəfdir. Amerika Birləşmiş Ştatları öz Patriot raketlərinin istehsalı üçün Ukraynaya lisenziya verib. Amerika Ukraynaya silahlar verib. Bəli, əvvəllər Trump çox çalışdı ki, Rusiyaya müəyyən güzəştlər də tanıdı, müəyyən bir atəşkəs olunsun, sülh olsun, amma Rusiya buna getmədi. İndi Ukraynada təklifi var ki, indiki ordu dayanır, atəşkəs əldə olunur, danışıqlar prosesi başlayır. Hələ ki, Rusiya buna da getmək istəyir. Məhəmməd bəy, qəribə gələn odur ki, yəni bu qədər sanksiyaların fonunda istər-istəməz qıraqdan görsənsə də ki, pasiv rejimdə gedən müharibədir. Bəli, Rusiya Ukraynaya, Ukrayna Rusiyaya müxtəlif raketlər atılır ya da hücumlar irəli sürülür. Amma ümumi fonda baxanda bu ölkələr üçün axı bu resursun tükənməsidir və Rusiyanın sanksiyalarını da nəzərə alsaq, bilirsən ki, bura gələcək müxtəlif mənbələr yoxdur. Axı bu sonsuz sayda davam edə bilməz. Tamamilə doğrudur. Bu müharibə resurslar, kim çoxdur resurslar, o qalib gələcək. Fikir verək. Sanki sona qədər kimdə resurs bitəcək, ona qədər davam edirlər. Çox təəssüf ki, elədi, çox maraqlı məqamdır. Baxaq, bu günlər resurs kimin lehinədir? Təbii ki, Qərbin. Ukrayna öz imkanları hesabına bu müharibəni aparmır. Bilirik ki, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Almaniya, Polşa, digər ölkələr kifayət qədər Ukraynaya hərbi və siyasi yardımlar, digər lojistik yardımlar, məsələn, bu üçün 70 milyard dollar vəsait ayrılıb NATO zirvə görüşündə. Amma baxaq Rusiyanın artıq valyut imkanları tükənir, Rusiyanın canlı qüvvəsi döyüş qabiliyyətini itirir və Rusiyanın resursları, neft emalı zavodları vurulub çıxarılandan sonra hər maşının hərəkəti üçün demək olar ki, benzin və dizel yanacaq çatışmamazlığı ortaya çıxır. Rusiyanın təbii ehtiyatları çox olsa da bunu istehsal etmək, çıxartmaq, bunu hərəkət verici qüvvəyə çevirmək üçün təbii ki, Rusiya çox ciddi problemlərlə üzləşir və kifayət qədər də sanksiyalar da tətbiq olunur. Çox sağ olun Məhəmməd bəy. Çox maraqlı şərh etdiniz. Hər zaman olduğu kimi istər İran məsələsini, istər Rusiya məsələsini maraqlıdır görə dünya siyasətinin nələr dəyişəcək. Düşünürəm ki, hər dəyişiklik olduğu müddətdə də sizinlə